Hello, Malayziyada üçüncü günümüzdən salamlar. Bugün səhər yeməyindən sonra Malayziyanın UNESCO Dünya Mirası siyahısına daxil olan şəhərlərindən Melakaya gedirik. Malay dilində Melaka, İngilis dilində və bizim dildə Malakka adlanır. Kuala Lumpurdan Malakkaya avtobus, qatar, şəxsi transfer və ya tur vasitəsilə getmək olar. Bizə səhər gedib axşam qayıtmağa vaxt və büdcə baxımından avtobus uyğun gəldi. Amma burada da diqqətli olmaq lazımdır. Çünki araşdıranda gördüm ki, hər avtobus şirkəti güvənilir deyilmiş. Bəzi şirkətlər var ki, hətta şoferlər dərman içirlər. Onun təsiri bitdikdə isə sükan arxasında yuxuya gedirlər. Mən rəylər əsasında şirkət olaraq Melor Interline Express seçdim. Avtobusumuz biletdə yazıldığı vaxtdan 20 dəqiqə gec çıxdı. Bu əslində yaxşı haldır, çünki bəzi şirkətlər bəzən 2 saat, 3 saat gecikməklə yola düşürlər. Biletləri easybook.com saytından aldıq. 2 nəfərin gediş-dönüş biletinə toplam 48 ringgit ödədik. Biletləri onlayn alsaq da vağzalda onları çap etmək tələb olunur. Ona görə çalışın ki, vaxtından biraz tez gəlin. Biz TBS avtovağzalına aldıq bileti, amma siz qaldığınız əraziyə yaxın başqa vağzallara da baxa bilərsiniz. Vağzal əməkdaşlarının rəftarını heç bəyənmədim. Anonsları malay dilində deyirdi və turistlər soruşanda ki, avtobus hardadır, nə zaman çıxır, üstümüzə qışqırırdı. Kuala Lumpur-Malakka arası təxminən 1 saat yarım, 2 saatlıq bir yoldur. Malakka avtovağzalına çatandan sonra Grabdan taksi çağırıb şəhər mərkəzinə getdik. Bura Malayziyanın liman şəhəridir və Sinqapura yaxın olduğu üçün oradan da bir günlük turlarla gələnlər çox olur. Malakkanı həm də Qırmızı şəhər adlandırırlar. Şəhəri kəşf etmək üçün ilk olaraq River Cruise Malakka çay kruizi turunu götürməyə qərar verdik. Turlar yarım saatdan bir olur. Bir nəfər üçün bilet 38 ringgitdir. İş saatları səhər 9, axşam 10 göstərilsə də, getməzdən qabaq yoxlamağınızda fayda var. Bileti onlaynda almaq olar, amma biz hansı saatda çatacağımızı bilmədiyimiz üçün elə gedib yerində aldıq. Sizin üçün açıqlama qutusunda saytı da yerləşdirəcəm, istəsəz oradan onlayn bilet ala bilərsiniz. Yox, əgər bizim kimi bileti yerində almaq istəsəz, burada Dəniz Muzeyinin yanından sağa dönüb biraz irəliləyin və River Cruise'in başlanğıc nöqtəsi oradadır. Tur özü 45 dəqiqə çəkir, amma bilet aldıqdan sonra tura kifayət qədər turistin yığılması üçün bir ekstra da gözləyirsiniz. Tur zamanı audio rəhbəri o qədər də bəyənmədim. Çünki səs ümumi qoşulmuşdu və bəzi adamlar söhbət etdikdə ya da ki çayın səsindən bir çox hissələri başa düşmək olmurdu. Onun əvəzinə hər kəsə bir qulaqlıq verilsəydi çox yaxşı olardı. Bu tur zamanı siz Holland meydanı, müharibədən əvvəlki binalar, rəngarəng rəsmli tikililər, ənənəvi Malay kəndi Kampung Morten və bir sıra tarixi körpüləri görə bilərsiniz. Onu da qeyd edim ki, fərqli bir perspektivdən şəhərə ümumi baxanda burada köhnə və tərk edilmiş binaların çoxluğuna şahid olacaqsınız. Turun bitdiyi hissədə Malakkanın gəzməli yerlərindən bəziləri yerləşir. Məsələn, Flor de la Mar, Dənizçilik muzeyi. Portuqaliya istiqamətində üzərkən Malakka sahillərində batmış Portuqal gəmisinin surətidir. İçərisində Malakkanın dənizçilik tarixi və Malakka Sultanlığının qızıl dövrü sərgilənir. Bir digəri isə Taming Sari Tower, yaxud Malakka qülləsi. Şəhərin ilk və yeganə fırlanan qülləsi hesab olunur. 110 metr hündürlükdən Malakka şəhərinin 360 dərəcəlik panoramik mənzərəsini təqdim edir. Bizə bu iki yer çox da maraqlı gəlmədiyi üçün daxil olmadıq. Gəldik Asiyadakı ən qədim Avropa memarlıq nümunələrindən birinə. Afamosa qalası 1511-ci ildə Portuqaliyalılar tərəfindən Malakkanın işğalı zamanı inşa edilib. Bir əsrdən bir qədər artıq müddətdə Portuqaliyalılar həmin bu liman şəhərinə və ticarətə bu qaladan nəzarət edərək şəhəri xarici hücumlardan qoruyublar. Qalanın çox hissəsi Niderland və Britaniya dövrlərində dağıdılsa da, bugün yalnız Porto de Santiago adlı kiçik darvaza salamat qalıb. Afamosa həm müstəmləkə dövrlərinin şahidi, həm də şərq və qərb mədəniyyətlərinin qovuşmasının simvolu sayılır. Elə bu abidənin arxasındakı təpədə isə 1521-ci ildə tikilmiş Müqəddəs Paul kilsəsinin xarabalıqları yerləşir. Kilsə müxtəlif dövrlərdə fərqli məqsədlərlə istifadə olunubdur. Portuqaliyalılar tərəfindən Məryəm anaya həsr olunan ibadətgah kimi, Hollandlar tərəfindən zadəganların dəfn olunduğu qəbristanlıq kimi, Britaniyalılar tərəfindən isə hərbi qala kimi istifadə olunubdur. Burada həmçinin katolik missioner Fransisk Xaverin heykəlini görəcəksiniz. Onun məzarı əvvəl burada saxlanılsa da, sonra Hindistanın Goa şəhərinə köçürülmüşdür. 1614-cü ildə Vatikanın əmri ilə onun sağ qolunu Romaya aparıblar.
Və 1950-ci illərdə Fransisk Xaverin Malakkaya son səfərinin 400 illiyinə həsr olunmuş bu heykəl quraşdırıldıqdan dərhal sonra onun sağ qolu elə ildırım tərəfindən qopmuşdur. İnsanlar düşünür ki, bu hadisə onun əsl qolunun ayrılmasından paralellik təşkil edir. Bura isə Malakkanın ən əsas görməli yeri Qırmızı Meydan yaxud Holland Meydanıdır. Bu qırmızı binalar nələrdir? Biri Stadhuis, hansı ki Holland dilində şəhər bələdiyyəsi mənasını verir və keçmişdə inzibati bina kimi fəaliyyət göstərsə də 1982-ci ildən bu bina Tarix və Etnografiya Muzeyinə çevrilibdir. Digər qırmızı bina Christ Church, yəni Malakka Xristian kilsəsidir. Bu kilsə 18-ci əsrdə Niderlandlılar tərəfindən Malakkanın 100 illik müstəmləkə dövrünü yad etmək məqsədi ilə inşa olunubdur. Və sonuncusu isə Malakka Saat qülləsi. Bu qüllə 1886-cı ildə Malakka sakinlərinə Çindən olan xeyriyyəçi milyonçu ailə tərəfindən hədiyyə olunub. Meydanın adı Holland Meydanı olsa da, Britaniya zamanından qalan Kraliça Viktoriyanın almaz yubileyinə həsr olunmuş fəvvarəni görə bilərsiniz. Yaxında isə Malakkanın ən canlı küçəsi Jonker Street yerləşir. Burada əsasən kafe, restoranlar, suvenir mağazaları və masaj salonlarıdır. Həm də Malakka mətbəxinin məşhur yeməklərindən Chicken Rice Bowl, Nyonya Laksa və Chendol sınaya bilərsiniz. Elə bu küçəyə girən kimi dedim bir kakos suyu alım. Dadı əvvəl acı gəlsə də sonradan öyrəşdim. Amma ağır olduğuna görə daşımaqdan yoruldum. Hind məbədi, Çin məbədi, Portuqal kilsəsi gəzib gördükdən sonra gəldik Kampung Kling məscidinə. İlk dəfə idi ki, bu formada məscid görürdüm. Deməli, bura əvvəl Hindistanlı müsəlman tacirlər tərəfindən taxtadan tikilib, 19-cu əsrdə isə kərpicdən yenidən inşa olunubdur. Məscidin memarlığı Sumatra, Çin, Hindu və Malakka Malay təsirlərini birləşdirir. İçərisində də İngilis və Portuqal üslubunda dekorativ elementlər var. Bu müxtəlif təsirlər bir daha Malakkanın mədəniyyətinin zənginliyini və multikultural olmasını göstərir. Bu da Malayziyadakı bodybuildingin atasıdır. Mirağı özündən daha fit bir kişi gördüyünə görə küsür və deyir ki, mən bunun üstünə gedib yeyib içməliyəm. Malakkada məşhur olan Daily Fix kafedə əyləşdik, amma hardasa 10-15 dəqiqə növbədə gözləmişik. Həqiqətən həm yeməkləri, həm smuzi, həm də kofe ayrı-ayrılıqda çox dadlı idi. Porsiyalar da yaxşı idi. Modern üslubda bir yerdi, xidmətini də bəyəndim. Əslində Malakkada Chendol adlı bir şirniyyatı yoxlamaq istəyirdim, amma bu gözəl yeməkdən sonra risk eləmədim. Çünki şirniyyat desəm də bu Chendolun içərisində qırmızı lobya var. Şəklini də bura yerləşdirirəm ki, xəbəriniz olsun. Biraz da özümüzə mağazadan ev üsulu nudul, şokolad, maqnit falan aldıq. Bu şəhərə gələndən Qırmızı Meydandakı rəngarəng velosipedlər diqqətimi çəkirdi. Deməli, Tree Show adlandırılan bu bəzəkli velosiped turlarından siz şəhəri kəşf edə bilərsiniz. Pikachu, Spider-Man, Hello Kitty, Doraemon və s. konseptdə velosipedlər var. Biz Minions olanı seçdik. Turun qısa variantı 30 dəqiqə, uzun variantı 1 saat davam edir. Biz 25 ringgitə qısa variantda gəzdik, çünki sonra avtovağzala getməli idik. Tur başlamazdan əvvəl sürücü hansı ölkədən olduğunuzu soruşur və sizin üçün uyğun musiqi səsləndirir. Malayziya küçələrində evimizdən 9100 kilometr uzaqlıqda Azərbaycan musiqisinin səslənməsi çox qəribə bir hiss idi. Ayrıldık ki seninleydi, bir de ayrılıktan ayrı düşmeyi, son hicranı. Sadəcə biz nəyi səhv elədik? Gərək şəhəri gəzməzdən qabaq bu turu götürərdik. Çünki bayaqdan sizə göstərdiyim yerlərin yanından bu tur zamanı keçmək olurmuş və hər birində də sürücü saxlayır. Siz dayanıb həm şəkil çəkdirə bilərsiniz, həm gedib abidələri görə bilərsiniz. Həmçinin sürücü də yol boyu məlumatlar ötürürdü. Yəni siz bu turu götürməyi planlasanız, çalışın ki, piyada gəzməzdən qabaq götürün, təkrar olmasın. Və artıq Kuala Lumpura geri dönmək vaxtıdır. Gəldiyimiz qaydada da Grabdən taksi çağırıb Melaka Central avtovağzalına gedirik.
Gələndə bizim avtobus biletini çap etmək üçün pul almadılar, amma bu dəfə 0,70 ringgit hər bir bilet üçün ödəniş tələb olundu və kartla ödəniş götürmürlər. Ona görə də belə hallar üçün az da olsa pul dəyişməyi unutmayın. Yəni hər kameranı açanda 3 tel saçını düzəldən Mirağa, sənə sözüm yoxdur. Deməli, biz yola düşəndən sonra dəhşət bir leysan başladı. Burada sevindim ki, yaxşı ki, gəzinti vaxtı yağmayıb, gəzintimiz məhv olmayıbdı. Amma çox sürətli yağdığına görə düzü yolda biraz qorxdum. Nəysə, salamat gəlib otelimizə çatdıq. Bu arada biz sabah Kuala Lumpurdakı bu oteldən check-out eləyirik. 2 günlük başqa şəhərə gedirik. Ona görə də gələn kimi elə çamadanlarımızı yığdıq və resepsiyondan xahiş etdik ki, bir gecə böyük çamadanlarımız burada qalsın. Sağ olsunlar, icazə verdilər. Biz hazır Malayziyada olsaq da serialımızdan qalmırıq. Sabah görüşərik.